Bu bir, yəni sinus kvadrat 2 və 2 sinus 2, yəni sinuslardan ibarət, sinus funksiyasından ibarət olan bir funksiyadır. Burada qiymətlər çoxluğu, ümumiyyətlə sinusun qiymətlər çoxluğu hansı aralıqda qiymətləri ala bilir? Sinusun qiymətlər çoxluğu. Hansı arada alır qiymətlər çoxluğunu sinus? -1, 1. Bəli, -1 arasında qiymətləri ala bilir. Bunlar da daxildir özünə. -1 də ala bilər, -1-i də. Bir də -1, 1 arasında yerləşən bütün ədədləri tam ədəd olaraq 0 da ala bilir. Amma məsələn -0-dan neçəsə, -0-dan neçəsə bu arada da düşə bilər. Yəni bu qiymətləri ala bilər. Məsələn sinus -5 almaz, sinus -2, -3, -10 bunları ala bilmir sinus artıq. Yalnız bu arada qiymətlər ala bilir. Qiymətlər yəni y-in ala biləcəyi cavabdır. Yəni y ya -1 ya -1 cavabını ala bilər, bunu həll elədikdən sonra, ya da -1 və 1 arasında yerləşən hər hansısa bir ədədi ala bilər. Kəsr də ola bilər, tam ədəd də ola bilər. Belə. Bunu da bu şəkildə yerinə yazıb, aparıb yerinə yaza bilmərik. Bu ifadəni əvvəlcə sadələşdirməliyik. Bunu da sadələşdirmək üçün ya mötərizə xaricinə çıxartmaq ağlımıza gələ bilər, amma o da bizə heç nə vermir. Onda bunu tam kvadrata gətirə bilərik. Bax, bunu tam kvadrata gətirə bilərik. Sinus 2 üstə gələk 1 mötərizənin kvadratı yazsam. Açılışda bizə sinus kvadratı 2 üstə gələk, bir-birinə vurulmasının ikimisidir. 2 sinus 2 üstə gələk, bir də ikincinin kvadratı 1 verir. Bu ikisi olmuş olsaydı bu ifadə olardı. Sadəcə olaraq bir dənə də artıq 1 qaldı. Deməli bu ifadədən bu alınırsa, amma mən bunun alınmasını istəyirəmsə, buradan bu 1-i çıxmalıyam ki, bu 1-lər getsin, yalnız bu ifadə qalsın. Ona görə buradan bunun ardından çıxaq 1 yazıram. Bax, gördüyünüz ifadə sadələşdi. Sadə. Artıq bir dənə sinus var. Bayaq burada da sinus, burada da sinus. O alınmırdı. Orada apar hamısını yerinə qoy, o alınmır. Amma artıq bu ifadə, bu funksiyada, bu funksiyaya bir dəqiqə baxa bilərik. Burada artıq, yəni bax buna. X-in yerinə, sinus x-in yerinə bir dəfə -1 yazırıq, bir dəfə -1 yazırıq. Olur belə. -1-in -1 üstə gələk 1 mötərizənin kvadratı çıxaq 1. Bax, buradakı sinusun yerinə bir dəfə -1 yazdıq. -1 müsbət 1 0 eləyir bura. 0-ın kvadratı -1, o da cavab buradan -1 alınır. Buradan -1 aldıq. Bir dəfə də müsbət 1 aparaq sinus x-in yerinə yazaq. Onu yerinə yazanda 1-in kvadratı, deməli 1 plus 1 mötərizənin kvadratı -1. 2-nin kvadratı -1, 4 minus 1, 3. Deməli, -1-i qoyanda -1 alırıq elə cavabı. Müsbət 1-i qoyanda müsbət 3 alırıq. Hər ikisi də daxildir. Niyə daxildir? Onun üçün ki, bunlar özləri daxil idi deyə aldığı cavablar da daxil olacaq.